arasında. Və biz davamlı olaraq Cənab Prezidentin, yəni birinci vitse-prezident Mehriban Əliyevin bir yerdə məscidlərə getdiyini, Quran bağışladığını görürük. Və qeyd etdiyim kimi eyni zamanda ölkəmizdə də yəni davamlı olaraq fəaliyyət göstərən dini icmalara dövlətin diqqəti var, qayğısı var. Dünyanın heç bir yerində hər il dövlət dini icmalara vəsait ayırmır. Mütləq əksəriyyət müsəlman ölkələrində dövlət məscid tikmir. Məscidlər yanələr hesabına tikilir. Amma Azərbaycanda bütün bu işlərin hamısı dövlət hesabına görülür və həm ölkə daxilində, həm də xaricdə Azərbaycan bu irsə sahib çıxmaq üçün ardıcıl və sistemli bir fəaliyyət ortaya qoyur və mən sizə deyim ki, mən gələn qonaqların çoxuyla münasibətim var, indi biz xaricdə oluruq, mən Ərəb dünyası ilə davamlı olaraq əlaqə saxlayıram. Azərbaycanın bu addımları çox yüksək qiymətləndirir və Azərbaycan